Gəlmişəm basıb mənim maşına. Xeyr ola sən mənim maşına basırsan. Xeyr ola sənə də olmuşsan demişəm sənə. Polis üçün xeyirdir, vətəndaş üçün yox. Milli əlbəyaxa döyüş həvəskarları diqqətli olun. Masallı rayon yol patrul xidmətinin əməkdaşları xidməti yerini 8 bucaqlı qaydasız döyüş ringinə çevirib. Rəqib rayonun Bələdən kənd sakini Zahar Cavadov, qalib isə yolların əsayişini qorumalı olan, amma qoruya bilməyən yol patrul xidmətidir. Qoy mənə bir dənə şey eləməsin də, mən ona eləməyim də, o mənə eləyir, onun pağımı var. Yəni onun pağımı var. Ona görə onun pağımına görə onu hörmət elədim, ona azad vurmadım. Hörmət isə qarşılıqlı deyil və yaxud yerli yol polisinin hörmət deyəndə ağlına yalnız bir şey gəlir. Hörmət etməyənin aqibəti isə belə olur. Qızarıb da, bax qızarıb. Mən dedim qoy nəfəs alım da, mənə imkan verin, mənim nəfəsim gəlmir. Sən rəisin yanına falan apardır. Maşını ustaya göstərən, daha sonra isə onu sınaqdan çıxarmaq istəyən sürücü kəməri taxmadığına görə cərmələnir. Amma protokolla deyil, yumruq təpiklə. Mənimlə vurdular. Sən boynumu niyə vurublar? Maşını vurdular mənim boynumu. Sonra mənim maşının içinə, maşının içinə. Mənim boynum, mən deyirəm, mən buraxdım, mən kimi öldürmüşəm, nə eləmişəm, geyrəni aparıram. Adam vurmuşam, nə eləmişəm, bax, sənə nə eləmişəm, bax. Maşında pul vardı, 1000 manat, onu da götürüblər. Çox keçmir ki, qaydasız döyüşə hakimlik edən bir polis zabiti peyda olur. Hakimin qərarı yenə də yol polisinin xeyrinə olur. Zərər çəkmiş sürücünün aqibətini çəkiliş qrupumuzda yaşayır. Yumruq təpikdən bizim əməkdaşlarımıza da pay düşür. Baxmayaraq ki, onların kəmərləri taxlı idi. Hara otur? Gözlə. Sən üçün yüzüm sarı səndə. Bizim iş gücümüz budur, yoldaş zabit. İnanırıq ki, bundan sonra siz özünüzə iş gücü axtaracaqsınız. Çətin ki, bundan sonra masalı sürücüləri kəmərsiz gəzsin. Bu qayda pozuntusunun cəriməsi çox ağırdır. İlkin Rafiqoğlu, İlkin Rızayev, Zaur İsmailov, son xəbər, Masallı. Polis olmaq arzusunda olan uşaqlar yəqin ki, bundan ibrət götürməyəcək. Bugün 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gündür. BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konferansında uşaq hüquqlarının